İki uşaq anası öz ailə üzvü tərəfindən öldürülüb, həm də müalicə aldığı xəstəxanada. Fərqanə Kərimovaya Vasif Kərimov tərəfindən odlu silahdan atəş açılıb. Günay Ələkbərova çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. 22 yaşlı qız öldürülüb. Qadını bıçaqlayaraq öldürüb. 4 uşaq anası qətlə yetirilib. Bildiyiniz kimi artıq son bir aydır ki, Azərbaycan mediası və sosial mediasında gedən gender əsaslı nifrət nitqi, ayrı seçkilik narrativləri və zorakılıq çağırışlarını diqqətli izləyib analiz edirik. Və düşünürəm ki, əslində bu müddətdə çox böyük yol qət etmişik, ancaq təbii ki, irəlidə görüləsi çoxlu işlər var. Problem isə ondadır ki, insanlar çox zaman anlamırlar ki, mediada səsləndirilən zərərli ifadələr, məsələn, gəlinliklə girdiyin evdən kəfənlə çıxmalısan, qadın kişidən bir adım geridədir, qadınlar işləməməlidir kimi ifadələr cəmiyyətdə zorakılığı və ayrı seçkiliyi normallaşdırır. Bu isə psixoloji desensitizasiyadır. Yəni, zorakılıq o qədər təkrarlanır ki, artıq bir qadın qətlə yetiriləndə cəmiyyət ölən günahkardır deyir. Yəni, qurban günahlandırılır. Daha da təhlükəlisi isə odur ki, bu cür zərərli ifadələri səsləndirən şəxslər çox zaman mədəni və intellektual obrazda özlərini təqdim edirlər. Bu isə sosial psixologiyada impression management, təəssürat idarəçiliyi adlanır. Yəni, onlar başqalarında yaratmaq istədikləri təəssürat üçün öz xarici görünüşünü, davranış və danışıq tərzini məqsədli şəkildə idarə edirlər. Yəni, mədəni və intellektual obrazda səsləndirilən bu fikirlərin arxasında əslində zərərli stereotiplər dayanır. Təqdim etdiyimiz analiz videolarına, eləcə də sosial şəbəkədə bu səvkidə olan paylaşımlara gələn rəylərə diqqət yetirək. Bu rəylər onu sübut edir ki, mediada və sosial mediada bu kimi şəxslər tərəfindən səsləndirilən fikirlər həqiqətən də qadınlara qarşı zorakılığı artırır, insanlara psixoloji olaraq təsir edir və nəticədə cəmiyyətdə bölücülük yaradır. Statistika isə daha acıdır. Belə ki, son ayda, iyul ayında Azərbaycanda 13 qadın zorakılığa məruz qalıb və qətlə yetirilib. Bu isə hələ mediada qeyd olunan və bilinən rəqəmlərdir və biz bilirik ki, bu zorakılıqların və qətillərin arxasında mediada açıq şəkildə səsləndirilən nifrət nitqi və zorakılıq çağırışlarının çox böyük rolu var. Ona görə də bir tədqiqatçı və naşir olaraq belə qərara gəldim ki, Azərbaycanda gender əsaslı ayrı seçkiliyə, nifrət nitqinə və zorakılığa məruz qalan qadınların hekayələrini mənbələşdirim. Siz bilirsiniz ki, son bir aydır ki, biz tədqiqat və sorğular həyata keçiririk və bu tədqiqat və sorğuların nəticələri ilə yanaşı real hekayələrin də toplandığı bir mənbənin olması təkcə Azərbaycanda qadınların nə kimi gender əsaslı nifrət nitqinə, ayrı seçkiliyə məruz qalması üçün bir mənbə olmayacaq. Həm də bu kitabı oxuyan şəxslərə hadisələri daha yaxından anlamağa və həmin qadınlarla empatiya qurmağa kömək edəcəkdir. Əgər siz də belə bir hadisə yaşamısınızsa, susmayın. Öz hekayənizi bizə yazın və siz tam əmin ola bilərsiniz ki, anonimlik qorunacaq və sizin paylaşdığınız bu hekayələr digər bu kimi hadisələr yaşayan qadınlara bir ümid olacaq. Çünki onlar biləcəklər ki, onlar tək deyillər və səsləri eşidilən bir platforma var.